Həzrəti Əli namaz qılırdı, canım fəda olsun. Onun sahabələrindən biri Zeylabul Yamani. Gəlir, görür Həzrəti Əli namaz qılır və namaz bitəndən sonra ey Əli, nə edirsən dedi. Bu Nəhcül Bəlağa əsərində də qeyd olunur. Ey Əli, nə edirsən, nə işlə məşğulsan? Təbii ki, bunu Həzrət Əli də bilirdi nə edir, Zeylabul Yamani də sahabədə bilirdi nə edir. Amma bizim üçün bir ibrətdir. Nə edirsən ey Əli? Gör İmam Əli nə buyurur? Deyir, mən Allahıma ibadət eləyirəm. Qayıdır sonra deyir ki, məgər sən Allahı görürsənmi? Buyurur ki, görmədiyim Rəbbimə iman gətirmərəm, görmədiyim Rəbbimə əyilmərəm. Keyfə tarah, ya amiral müminin, Allahı sən necə görürsən? Gör nə deyir? Deyir, Allahı mən zahiri gözlə yox, qəlb gözü ilə görürəm. O dediyiz ki, daxildən gələn fitri qəlb gözü var. Mən qəlb gözü ilə Allahı görürəm. Zahiri gözlə mümkün deyil insan bir varlığı görsün. Görə bilər, bir tikintini görə bilər, nə isə görə bilər, əşyalardan biri. Maddi bir varlıq olaraq nə isə görə bilər. Amma görünməyən ruhsal, metafizik aləmində insan onu görə bilməz. Qəlb gözü açıq olmasa, insanın mələklərin gəlişini hiss eləyə bilməz.